Salam, hər vaxtınız xeyir olsun. Deməli, bugünkü dərsimiz Azərbaycan dilində mürəkkəb sözlər və mürəkkəb adlardır. Mürəkkəb deyəndə, mürəkkəb sözlər deyəndə biz nəzərdə tuturuq ki, iki və ya daha artıq sözün birləşməsindən yaranan sözlər mürəkkəb sözlər adlanır. Yəni, Qarabağ sözündə iki söz olduğuna görə, qara və bağ sözündən yarandığına görə burada iki söz var. Bu sözü biz mürəkkəb söz kimi qəbul edirik. Ay və dan, gül və nar sözləri və dan sözü bəzən danı şəkilçi kimi qəbul edirik. Bəzən də dan yeri söküləndə, yəni səhər yenicə açılan vaxtında mənasında işlənir. Yəni bu dan sözünü həm şəkilçi kimi götürə bilirik, həm də ki, yəni söz kimi götürə bilərik. Gül, nar sözündə gül və nar sözlərindən yaranmış mürəkkəb sözlərdir. Mürəkkəb sözlərdə bildiyimiz kimi bir suala cavab verir. Məsələn, Qarabağ hara, aydan kim, Gülnar kim suallarına cavab verir. Burada digər tərəfdən biz mürəkkəb adlarda yazmışıq. Mürəkkəb adlara keçməmişdən öncə onu da izah edeyim ki, mürəkkəb sözlər dediyimiz kimi iki və daha artıq sözün birləşməsindən yarandığı kimi eyni zamanda onun içərisində nələr var idi? Məsələn, yaxın mənalı sözləri biz mürəkkəb sözlər götürə bilirdik. Gözəl, göyçək. Gözəl, göyçək. Sonra gözəl, göyçək və yaxud əks mənalı sözlər, yaxın, uzaq, dost, düşmən, yer, göy və s. Bu kimi sözlərdə biz mürəkkəb söz kimi götürə bilirdik və bir tərəfin mənası olub, digər tərəfin mənası olmayan. Məsələn, zir-zibildir, çör-çöpdür, dəmir-dümürdür, kol-kosdur. Bu kimi sözlərdə biz mürəkkəb söz kimi götürə bilirik. Və yaxud digərini deyək ki, məsələn, qeyri, əks, eks, ober, vitsi, küll sözlərinin iştirakı ilə yaranan sözlər. Bəzən burada mən küll sözü işlətdim. Burada kül sözündə küllü yazılır. Kül var, bir də kül var. Kül sözündə yəni bu bildiyimiz ocağın külü nəzərdə tutulur. Kül sözü isə bütün deməkdir, ümumi deməkdir. Küllü aləm. Küllü aləm. Küllü aləm deyəndə yəni bütün aləm nəzərdə tutulur. Ümumiyyətlə bir şey yadda saxlamaq lazımdır ki, defslə yazılan bütün sözlər demək olar ki, mürəkkəb sözlər hesab edilir. Və mürəkkəb sözlərlə mürəkkəb adların fərqi nədir? Mürəkkəb sözlər dediyimiz kimi bitişik yazılan sözlərdən ibarətdir. Mürəkkəb adlar isə bitişik yazılmır. Yəni burada da iki və daha artıq söz iştirak edir və bunlar söz birləşməsi formasında iştirak edir. Mürəkkəb adlarda söz birləşməsi formasında. Məsələn, Səməd Vurğun, Hüseyin Cavid, Azərbaycan Respublikası, Murov dağı, Vətən müharibəsi, Şəhidlər xiyabanı və s. Bu kimi sözlər də mürəkkəb adlar, birləşmələr, sözlər deyil də birləşmələr mürəkkəb adlar hesab edilir. Mürəkkəb adların içərisində məsələn biz öz ad və soy adımızı götürə bilərik. Və yaxud başqa, məsələn, şəhər adları götürə bilərik. Məsələn, götürsək ki, burada yaza bilərik Bakı şəhəri. Sözlərin böyük və ya kiçik yazılması isə ondan ibarətdir ki, Bakı şəhəri, şəhər sözü burada kiçik hərflə yazılır. Şəhər sözünü biz böyük hərflə yaza bilmərik. Ona görə ki, bu xüsusi isim deyil, amma xüsusi ad olaraq Bakı sözü böyük hərflə yazılır. Digər tərəfdən, başqa birində deyək ki, yenə deyirəm, ad və soyadlarımız, kənd və şəhər adları, müəyyən müəssisə və təşkilat adları əksəriyyət böyük hərflə yazılır. Və yaxud, məsələn, sözlərin sonunda ağa, bəy, xanım sözləri var ki, bunlar sözlərin əvvəlində və sonunda işlənə bilər. Məsələn, Abbasqulu Ağa Bakıxanov olanda, Abbasqulu Ağa yazıram. Abbasqulu Ağa. Ağa sözü burada kiçik hərflə yazılır. Amma, məsələn, ağa, xanım, şah, bəy kimi sözlər əvvəldə gələndə, məsələn, bəy, tutaq ki, əli yazaq, əli. Sözlərdən əvvəl gəldikdə ağa, xanım, bəy, xatun kimi sözlər adlardan, xüsusi isimlərdən əvvəldə gələndə böyük hərflə yazılır. Xüsusi isimlərdən sonra gələndə isə kiçik hərflə yazılır. Müəyyən qədər izah etməyə çalışdım. Yenə deyirəm, mürəkkəb adlar söz birləşməsi formasında olur, xüsusi isimlər olur və müəyyən müəssisə, təşkilat və yaxud yer adları, kənd adları, məsələn, Bakı şəhəri, Gəncə şəhəri, Sumqayıt şəhəri, məsələn, Bakı Dövlət Universiteti, Yasamal şəhər icra hakimiyyəti və s. bu tipli sözlər mürəkkəb ad siyasında. Yəni, mürəkkəb ad deyəndə mürəkkəb adlarda bir yox, bir neçə söz ard-arda düzülür. Amma mürəkkəb sözlərdə isə bitişik və ya defslə yazılır. Ayrı yazılanlar isə indi müəyyən qədər biz ibtidai sinif çərçivəsində izah etdiyimizə görə mürəkkəb sözləri biz hələlik sayları götürək. Məsələn, 15, 26, 49 və s. saylarını götürə bilirik.